Ya Allah, əziz dostlar, hər birinizi salamlayırıq. Bu gün Biləcəri qəsəbəsində, demək olar ki, yola yaxın bir yerdə 301 nömrəli məktəbin yanında Neftçilər binası var. Onun yanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 3 otaqlı tam təmirli evimiz satışa çıxarılıb. Qeyd edim ki, evimizin kupçası var. 85 kvadrat metrdir evin sahəsi. İnşallah evdən sizə tanış edeyim. Qapının sağ tərəfdə belə bir mətbəxi var. Çox gözəl və səliqəli bir evdir. Yeri də çox gözəldir. Bağça, məktəb. Burada belə bir qonaq otağı var. Burada balaca bir Ariston üçün bəzəklə tutulmuş balkon kimi balkonu var. Evin məhəllə hissəsidir. Çox gözəl bir yerdə yerləşir bu ev. Gördüyünüz kimi. Yerdə qeyd edim ki, parketdir. Parket qurulub. Burada sağlam bir yataq otağıdır. Yataq otağından balkona çıxış var. Çox gözəl bir yerdə yerləşir bu ev. Yolun yaxınlığından 202 nömrəli marşrut, 92 nömrəli marşrut keçir. Burada belə bir detski uşaq otağıdır. Gördüyünüz kimi çox gözəl və səliqəli evdir. Burada isə hamam sanuzeldir. Gördüyünüz kimi tam təmirli, köç yaşa bir evdir. Əziz dostlar, bu evimizin kupçası var. Ünvanı bir daha sizə izah edim. Biləcəri qəsəbəsində Neftçilər binası kimi tanınan bir ərazidədir. 301 nömrəli məktəbin düz yanındadır. Bağça, bütün Biləcəri vağzalına da yaxın bir məsafədədir. Buradan piyada hardasa bir 5 dəqiqə, 10 dəqiqə uzağı vağzala da çıxış var. Evimiz kupçalıdır. 85 kvadratdır evin sahəsi. Start qiyməti çıxıb 145 min manata. İnşallah real alıcıya ev sahibi tərəfindən endirim olunacaq. Kimə maraqlı olsa bizimlə əlaqə saxlaya bilər. Gəlib evə yaxından baxa bilər. 5 mərtəbə binanın 4-cü mərtəbəsidir. Bir də qeyd edim ki, gördüyünüz şkaf, dolab qalacaq. Bir də ki, xına mebeli onsuz da qalır. Çox gözəl bir yerdədir. Ataplen sistemləri də hazırdır. Evində həyət hissəsidir. Maşın saxlamaq üçün geniş bir həyəti var.